Aleykümselam. Kardeş, siz soruşduğunuz suala nəzir deyilir. Nəzir ibadəti. Nəzir ibadətin bir növüdür. Allah Azze ve Celle'dən başqasına edilməsi şirkdir. Allah Azze ve Celle öz kitabında bu barədə deyir ki, Əl-Bəqərə surəsində وَمَا أَنْفَقْتُمْ مِنْ نَفَقَةٍ أَوْ نَذَرْتُمْ مِنْ نَذْرٍ فَإِنَّ اللّٰهَ يَعْلَمُهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ. Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəzri şübhəsiz ki, Allah bilir. Və başqa ayədə Allah Azze ve Celle İnsan surəsində möminləri vəsf edərək deyir ki, يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا. Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar. Nəzir nədir, qardaş? Nəzir insanın özünə vacib olmayan bir şeyi vacib etməsidir. Bu nə deməkdir? Yəni bir insana, məsəl üçün, Qurban bayramından başqa vaxtlarda qurban kəsməsi və yaxud da gecə durub namaz qılması, gecə namazı fərz deyil və digər vacib olmayan bir əməlləri insan söz verir ki, məsəl üçün, durub gecə namaz qılacağım və yaxud da qurban kəsəcəyəm, kasıblara paylayacağım və s. Hər hansı özünə vacib olmayan bir şeyi söz verməsi ilə özünə fərz etmiş olur, özünə vacib etmiş olur. Buna da nəzir deyilir. Vacib olmayan şeyi insanın özünə vacib etməsi. Buna nəzir deyilir. Və nəzir də birinci bunu qeyd edəcəyim ki, şəriətdə necə varid olub? İnsan nəzir etdikdə necə nəzir etməlidir? Bu şəkildə deməlidir ki, bu kimi ləfslərlə, məsələn, gecə durub namaz qılacağım və yaxud da qurban kəsib kasıbları paylayacağım və yaxud da başqa bir fərz olmayan əməllərdən hər hansı birini tələffüz etməyinə vacib olmayan bir şey özünə vacib edir və bu nəzirdir. Bu da şəriətdə varid olan budur. Yəni şərtə bağlı olmayan nəzir. İkinci nəzir və insanlar, siz sualda soruşduğunuz və insanlar arasında da yaygın olan. Bu sünnədə bu şəkildə varid olmayıb. Lakin insan bu nəziri də, nəzir etdikdə, yəni dedikdə üzərində durması fərzdir. Buna da şərtə bağlı olan nəzir deyilir. İnsan hər hansı bir söz verir, sualda soruşduğunuz kimi. Söz verir, deyir ki, filan şey baş versə, yəni şərtə bağlayır. Mən filan əməl edəcəm, sədəqə verəcəyəm və yaxud da durub gecə namaz qılacağım və yaxud da qurban kəsəcəyəm, misal olaraq. Bu şəriətdə bu şəkildə varid olmayıb, qeyd etdiyim kimi az öncə. Lakin insan bu nəziri edərsə, üzərində durmalıdır. Məsəl üçün, siz sualda soruşduğunuz kimi misal vermiyorlar. Uşaq dünyaya sağ-salamat gəlsə, qurban kəsəcəyəm və yaxud da filan kəs əməliyyatdan sağ-salamat çıxsa, qurban kəsəcəyəm və yaxud sədəqə verəcəyəm və yaxud gecə namazı qılacağım və s. ibadətləri etməyi şərtə bağlayaraq nəzir edir. Bu şəkildə, qardaş, məsələn, təfsilatı bundan ibarətdir. Nəzir, xülas olaraq, insan özünə vacib olmayan şeyi söz verilməsi ilə özünə vacib etməsidir və nəzir şəriətdə varid olan sünnədə insanın şərtə bağlamayaraq etdiyi nəzirdir. Və ikinci nəzirdə sünnədə varid olmayıb, lakin insan söz verdikdə onun üzərində durması fərzdir. O da nədir? İnsanın hər hansı nəzir edir, şərtə bağlayaraq, o şərt, dediyi şərtdə şey baş verdikdə o nəzirini edəcəyini qeyd edir. Bu şəkildə, qardaş.